Elhamdülillahi Rabbil alemin. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in əmə ba'd. Uşaqlar üçün olan ərəb dili dərslərinə davam edirik. Əd-dərsu rabi' 4-cü dərs. Keyf haluki? Sənin halın necədir? Yaxud necəsin kimi tərcümə edə bilərik. Və bu sual qadın cinsi üçün istifadə edilir. Keçən dərslərdəki kimi ən birinci bu kiçik dialoqu oxuyacağım və tərcümə edəcəm və sonra bir daha onu ərəbcə olaraq oxuyacağım. Unzur vəstəmi' və a'id. Bax, dinlə və təkrarla. Xovlə deyir ki, Assalamu aleykum. Xadicə cavab verir ki, və aleykumussalam. Xovlə deyir ki, keyfə haluki ya Xadicə. Ey Xadicə, sən halın necədir, yaxud necəsən? Xadicə cavab verir ki, ənə bi xeyrin vəlhamdülillah. Mən yaxşıyam, həmd olsun Allaha. Və keyfə haluki ənti? Və sən halın necədir, yaxud və sən necəsən? Xovlə deyir ki, bi xeyrin vəlhamdülillah. Yaxşıyam, həmd olsun Allaha. İndi isə ərəbcə. Xovlə, Assalamu aleykum. Xadicə və aleykumussalam. Xovlə, keyfə haluki ya Xadicə. Xadicə, ənə bi xeyrin vəlhamdülillah. Və keyfə haluki ənti? Xovlə, bi xeyrin vəlhamdülillah. İndi isə dərsdə verilmiş sözləri oxuyacağım. Unzur vəstəmi' və a'id. Bax, dinlə və təkrarla. Ənə, mən, həm kişi, həm də qadın cinsi üçün istifadə edilir. Ənti, sən, qadın cinsi üçün istifadə edilir. Ya xitab adatı, mənası ey deməkdir. Bir kimsəyə müraciət edərkən istifadə edilir. Və ya xitab adatından sonra gələn söz tənvinsiz və əlifləmsiz olur. Məsələn, ya Muhammedu, ya Mudarisu və s. Və bir şey də qeyd etmək istəyərdim ki, yəni bizdə, yəni mənim gördüyüm bəzi ərəb dilini bilməyən qardaşlarımın xətasını. Onlar bu ya xitab adatından yalnız 3 kimsə istifadə edirlər. Məsələn, Əliyə, yaxud Həsənə, yaxud Hüseynə müraciət edərkən deyirlər ya Əli, yaxud ya Həsən, yaxud ya Hüseyn. Və bilmək lazımdır ki, bu ya xitab adatı ərəb dilinə aiddir, yəni Azərbaycan dilinə aid deyil. Və bunu ərəb dilində danışarkən bunu istifadə etmək olar. Yəni doğru deyil ki, sən Azərbaycan dilində danışarkən bu ya xitab adatından istifadə edəsən. Çünki sən hansı dildə danışırsan, o dilin xitab adatından istifadə etmək lazımdır. Və onlar yalnız 3 kimsəyə istifadə edirlər. Yəni və bu da ya xitab adatı təkcə 3 kimsəyə yox, istənilən bir kimsəyə müraciət edərkən istifadə etmək olar. Və həmçinin elələr də var ki, onlardan deyir ki, oğlum olsa, onun adını Əli, yaxud Həsən, yaxud Hüseyn qoyacağım ki, bu ya xitab adatına ona müraciət edin. Yəni deyim ki, ona ya Əli, ya Həsən, yaxud ya Hüseyn. Və bu da cahillikdir. Çünki sənin istər ki, oğlun, hətta qızın olsa da belə, əslində ya xitab adatından istifadə etmək olar. Yəni bu ya xitab adatı təkcə 3 kimsəyə aid deyil. Yəni istənilən bir kimsəyə müraciət etmək olar. Və yenə də qeyd etdiyimiz kimi, bu xitab adatı əgər sən ərəb dilini öyrənirsənsə, ərəb dilində danışarkən istifadə edilir. Yəni sən hansı dildə danışırsansa, o dilin xitab adatından istifadə etmək lazımdır. Yəni bu xitab adatından deyil. Və bu qədər. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və ətubu ileyk. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi əcma'in.